Salam, hər vaxtınız xeyir olsun. Bu cümlədə qrammatik norma pozulub ya yox? Bunu əminliklə deyə bilərikmi? Gəlin baxaq. Ümumiyyətlə bu tip cümlələrdə qrammatik normanın pozulduğunu əminliklə demək olmur. Nəyə görə? Gəlin baxaq. Çünki burada uşaqlar sözü iki vəzifədə işlənə bilər. Biri xitab vəzifəsində ola bilər, biri isə mübtəda vəzifəsində. Gəlin baxaq. Uşaqlar bəlkə başa düşdü. Burada mən uşaqlar sözünü xitab vəzifəsində işlətdim. Və gördüm ki, burada buraxılmış mübtəda var. O. Uşaqlar, bəlkə o başa düşdü. Bu zaman heç bir norma pozuntusundan söhbət gedə bilməz. Amma burada olan uşaqlar sözünü mübtəda vəzifəsində işlətsək, uşaqlar bəlkə başa düşdü. Bu zaman biz deyə bilərik ki, burada qrammatik norma pozulub. Çünki qrammatik normanın tələblərindən biri mübtəda və xəbərin cümlədə şəxsə müəyyən dərəcədə də kəmiyyətə görə uzlaşması olur. Burada isə mübtəda insan anlayışı ilə ifadə olunduğundan həm onun xəbəri də cəmdə olmalıydı. Düşdü yox, düşdülər olsaydı biz əminliklə deyə bilərdik ki, burada norma pozulmayıb. Amma burada düşdülərlər şəkilçisini vermədikləri üçün biz əminliklə deyə bilmirik. Bunu nə zaman əminliklə deyə bilərik? Bu cümlələri səsləndirərkən. Biz deyə bilərik ki, burada qrammatik norma pozulub ya yox. Əgər xitab olarsa qrammatik norma pozulmayıb, mübtəda kimi işlənmişdirsə, cəm şəkilçilər olmadığı üçün xəbərdə bəli, qrammatik norma pozulmuş sayılacaq.